İlin ilk 4 ayı ərzində açıqlanan statistik nəticələr makroiqtisadi sabitliyin qorunduğunu və iqtisadi fəaliyyətin əsas istiqamətlər üzrə davam etdiyini ortaya qoyur. Ümumi daxili məhsulun həcmində qeydə alınan artım hesabat dövrünün diqqət çəkən göstəricilərindən biri olub. Ümumi daxili məhsul istehsalı 514 milyon 179 min 300 manat olub. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 1088,1 manat olmuşdur. İqtisadi artım dinamikasında sənaye sektoru da mühüm paya malikdir. Xüsusilə emal sənayesində formalaşan istehsal həcmi ümumi sənaye göstəricilərinə əhəmiyyətli təsir göstərib. Cari ilin yanvar-aprel aylarında Muxtar Respublikada 178 milyon 272 min 100 manatlıq sənaye məhsulu istehsal edilib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 13,9% çoxdur. Sənaye məhsulunun 152 milyon 237 min 700 manatı və ya 85,4% malların 26 milyon 34 min 400 manatı və ya 14,6% xidmətlərin payına düşmüşdür. Sənaye məhsulunun 80,9% emal, 17,5% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Samiq Nuriyev, Cəmil Məhərrəmov, Elşən Məhərrəmov, NTV Xəbər.